Aktyor Elcan Rəsulovun səhhətində problem yaranıb. Bununla bağlı o, sosial şəbəkədə məlumat yayıb. Bu nə virus, nə xəstəlikdirsə, mənim üçün yenilikdir. Ənənəvi müalicə üsullarımız effekt vermir. Üzürlü sayın danışa bilmirəm deyə heç kimə cavab vermirəm. Sənə nə olub suallarına cavabım budur ki, xəstələnmişəm. Sabah kəlmə-kəlməyə yarışının finalıdır. Ən çox ona görə narahatam deyə Elcan bildirib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov brifinq zamanı ona mane olan jurnalistin zaldan çıxarılmasını istəyib. Hadisə Hindistanda səfərdə olan Lavrovun New Delhidə baş tutan mətbuat konfransı zamanı baş verib. Belə ki, jurnalistin telefonundakı tərcümə proqramı Xarici İşlər nazirinin çıxışına mane olub. Lavrov əvvəlcə jurnalistdən zalı tərk etməsini xahiş edib, sonra isə mühafizə xidmətindən onun zaldan çıxarılmasını istəyib. Jurnalist telefonunu təhvil vermək istəmədikdə isə Lavrov onu zarafatla hədələyib. Əgər telefonunuzu verməsəniz, onlar silah çıxaracaqlar. Lavrov mühafizə xidməti əməkdaşlarına işarə edərək bildirib.